Uşaqlarda ümumiyyətlə özünü təkmilləşdirmək üçün daxili istək olur. Onlar daim bir şeylər eləyirlər, daim bir şey axtarışındadılar və onlara zaman keçdikcə nə qədər təkmilləşdirdiklərini düşünməyə, kömək eləmək lazımdır. Uşaq hər hansısa bir oyunu uğurla yerinə yetirirsə, bir tapşırığı uğurla yerinə yetirirsə, biz ona bu şəkildə tərif verə bilərik və bu sayədə onun özünə hörmətini artıra, öyrənmə həvəsini də artıra bilərik və onlara tərəqqi etmək üçün bir stimul verə bilərik. İkinci punkt isə realizm. Yəni uşaqlara gərəksiz tərif verməmək, həqiqi təriflər verməkdir. Çünki uşaqlar özünə hörməti formalaşdırmaq üçün həqiqi rəylərə ehtiyac duyurlar. Məsələn, bir örnək çəkim. Bir valideyn öz övladına dəfələrlə deyir ki, sən çox yaxşı, bacarıqlı oğlansan, bu işdə çox yaxşısan, əlasan, amma uşaq öz-özünə düşünür ki, öz-özünə müəlliminə deyir ki, daha doğrusu, mən valideynim belə, mamam belə düşünür, amma mən özüm haqqında bu cür düşünmürəm. Mən bilirəm ki, bunu eləyə bilməyəcəm. Valideynin hardasa yalan deyə biləcəyini düşünüb və özünə hörməti aşağı salır öz-özünə. Xüsusilə uşaqlar bir şeydə həqiqətən yaxşı olduqda onlara həqiqi təriflər vermək olar. Bu onlarda həqiqi özünə hörməti formalaşdıracaq. Uşaq əgər bir rəsmi çəkib gəlib və bu rəsmdə problemlər olduğunu görürsünüzsə, siz o rəsmə cavab olaraq, qızım və yaxud da ki, oğlum, nə qəşəng çəkmirsən, amma burada bəzi yerlər var ki, orada daha yaxşı, mən inanıram ki, sən daha yaxşı çəkə bilərsən. Tipli, yəni çünki siz görürsünüz ki, bu şəkildə problemlər var və bu uşaq bunun daha yaxşısını bacara bilər, amma siz boşuna tərif eləmirsiniz. Sadəcə təqdir edirsiniz ki, o bir şeylər etməyə çalışıb və bunu davamını gətirməsi üçün belə bir söz deyirsiniz. Sonraki punkt möhkəmlik. Uşaqlar uğursuz olduqda və yaxud da ki, səhv etdikdə düşüb özlərini yerə salıb depressiyaya, mənfi emosiyalara qapılmasınlar deyə bu punkt var. Uşaqlar uğursuz olduqda və yaxud da ki, səhv elədikdə onlar qorxurlar ki, biz onları qəbul eləmərik, onların bu mənfilərinə tab gətirə bilmərik. Biz onlara, bizim ümumiyyətlə məqsədimiz o olmalıdır ki, bu uşaqlara onları bu cür qəbul elədiyimizi, bu cür sevdiyimizi hiss etdirə bilək. Onları heç bir qeyd şərtsiz qəbul elədiyimizi hiss etdirə bilək. Məsələn, biz uşaqlarımıza